Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Rabbi şrahli sadri ve yessirli emri. Vahlul uqdeten min lisani yefqahu kavli. Əmmə ba'd. Əziz, mühtərəm müsəlmanlar, hamınıza Allahdan qorxmağı, müttəqilərdən olmağı nəsihət edirəm. Və xatırlatmaq istəyirəm sizə bizim hamımızın çox sevdiyi sahabələrdən birinin Əli ibn Əbi Talib radiyallahu anh'ın gözəl sözünü vaxtilə o minbərdəykən, xütbə verərkən xütbəyə toplaşan müsəlman qardaşlarına xitab edib deyir ki, qardaşlarımız, dünya gəldi, gedərdi və artıq çox hissəsi geridə qalmışdır. Hər kəsi qarşıda axirət gözləyir. Hər ikisinin də özünə məxsus övladları vardır. Yəni, dünyaya könül bağlayanlar və axirəti istəyənlər, axirət üçün çalışanlar vardır. Siz, ey qardaşlarım, axirət övladlarından olun. Bugün bir iş görürsünüz, lakin sorğu-sual olunmursunuz. Sabah Allahın qarşısında dayandığınız zaman sorğu-sual olunacaq, lakin heç bir iş görə bilməyəcəksiniz. Yəni, artıq tövbə etmək gec olacaq. İndidən o gününüz barədə düşünün və onun tələbələrindən sayılan böyük tabiinlərdən hesab olunan Həsən el-Basri rahiməhullah bir dəfə bir nəfərin dəfnində iştirak edir. Onu yuyurlar, kəfənləyirlər, cənazə namazını qılırlar, gətirirlər qəbirstanlığa. Qəbirə qoyduqda Həsən el-Basri yanındakı dostuna deyir ki, səncə bu adam dünyaya qayıtsaydı, vaxtilə eləmək istədiyi yaxşı işləri edərdimi? Dostu deyir, əlbəttə edərdi. Həsən el-Basri deyir, təəssüf ki, o dünyaya qayıda bilməz. Sən isə özünü onun yerinə qoya bilərsən. İndidən düşün ki, ora qoyulacaqsan, ondan sonra sənin halın necə olacaq? Ora qoyulana dək, həyatından ölənə dək maksimum istifadə et. Peyğəmbər sallallahu aleyhi və səlləm əbəs yerə demir ki, dünyada müsafir kimi ol, bir qərib kimi. Bu dünya bizim əbədi qərar tutacağımız yer deyil ki, burada neysə quraq, neysə özümüz üçün yığaq, axirət üçün yığmalıyıq. Rəbbimizin qarşısında dayanacağımız günü düşünməliyik. Rəbbimizin qarşısında dayanacağımız gün kimisinin halı yaxşı olacaq, kimisininki isə çox acınacaqlı, çox pis olacaq. Möminlər Allahın kölgəsi altında sığınacaq tapacaq, kafirlər, münafiqlər, müşriklər, günahkarlar, zalimlar isə günün istisindən əziyyət çəkəcəklər. Həsən el-Basri axirəti dostunun yadına salmaq üçün görün ona nə deyir? Deyir ki, sorğu-sual günü 50.000 il ac, susuz, ayaq üstə dayanan, nəhayət acılıqdan və susuzluqdan boyunları bükülən, qarınların içi od tutub yanan, üstəlik cəhənnəm oduna atıldıqdan sonra qaynar su içən bir günahkar toplum barədə nə deyə bilərsən? Vəziyyətə baxın, acınacaqlı vəziyyətə. 50.000 il. Niyə 50.000 il? Sorğu-sual bu qədər çəkəcək. Qiyamət günü o dəhşətli istidə görün nə əziyyət çəkəcəklər.
Bu dəhşətli istini də Peyğəmbər sallallahu aleyhi və səlləm hədislərin birində açıqlayır. Deyir ki, qiyamət günü günəş insanlara ta o qədər yaxınlaşacaq ki, onlarla günəş arasında 1 mil məsafə olacaqdır. Təxminən 2 kilometrə yaxın. Dəhşətli bir isti olacaq. O vaxt insanlar günahlarının həddinə uyğun, müvafiq olaraq tərin içində batacaqlar. Kimisi topuğa qədər, kimisi dizə qədər, kimisi qurşağa qədər, kimisi də ağzına qədər tərin içində batacaqdır. Həmin gün yalnız və yalnız möminlərin keyfi köş olacaq. Onlar Allahın kölgəsi altında sığınacaq, tapacaq, sərinlikdə olacaq və ən əsası da Peyğəmbər sallallahu aleyhi və səlləmin hövuzu ətrafında toplaşacaqlar. Peyğəmbər sallallahu aleyhi və səlləmin hovuzundakı su elə bir sudur ki, dadı baldan şirin, buzdan soyuq. Bir dəfə bu sudan içən adam bir də heç vaxt susamaz. O cür neymət olacaq möminlər üçün. Möminlərin arasında, möminlərin içərisində də fərq olacaq. Yenə deyirəm, möminlər olacaq ki, 50 min il sorğu-sual olunacaq. Malını hardan qazanıb, hara xərcləyib, nə əməllər edib və s. Lakin möminlər də olacaq ki, dərhal sorğu-sualsız cənnətə daxil olacaqlar. 70 min nəfər Peyğəmbər sallallahu aleyhi və səlləmin ümmətindən sorğu-sualsız cənnətə daxil olacaq. Sonra gəlir, sonraki mərhələ möminlər, kasıb mücahidlər. Allah yolunda şəhid olanlar. Gələcəklər cənnətin qapısına, qapını döyəcəklər, cənnət gözətçiləri deyəcək ki, nə tez haqq hesab olundunuz. Onlar deyəcəklər, bizim nəyimiz var idi ki, haqq hesab olunur. Bir qılıncımız var idi, çiynimizi atıb, Allah yolunda yedi vuruşub, şəhid olunur. Bugün mən sizə qardaşlar, o Allahın kölgəsi altında sığınacaq tapan 7 sinif insan barədə danışmaq istəyirəm. O müminlər ki, qiyamət günü sığınacaq tapacaqlar. Peyğəmbər sallallahu aleyhi və səlləm mötəbər hədisdə buyurur ki, 7 sinif insan vardır ki, Allah onları öz kölgəsindən başqa heç bir kölgənin olmayacağı gün kölgəsi altında kölgələndirəcəkdir. Bunlar ədalətli rəhbər, Rəbbinə ibadət etməklə boya başa çatmış gənc, qəlbi məscidlərə bağlı olan kişi, bir-birini Allah xatirinə sevən, onun yolunda birləşən, dost olan və onun yolunda ayrılan iki kişi, gözəl və zadigən bir qadın tərəfindən zinaya dəvət olunduqda, mən Allahdan qorxuram deyən kişi, sağ əli ilə verdiyi sədəqəni sol əlindən gizlədən kişi və nəhayət qəlbətə çəkilib Allahı yad etdikdən sonra gözləri yaşla dolan, Allah üçün ağlayan kişi. Birinci, Peyğəmbər sallallahu aleyhi və səlləm ədalətli rəhbər deyir. Ədalətli rəhbər deyildikdə təkcə xalqın rəhbəri nəzərdə tutulmur. Hər bir rəhbərlik edən adam tabiçiliyində olanlara, yəni rəiyyətinə görə qiyamət günü sorğu-sual olunacaq. Ailə başçısı ailəsi barədə sorğu-sual olunacaq. Müəssisənin rəhbəri, xəstəxananın rəhbəri, məktəbin rəhbəri və s. Bütün bunlar Allah qarşısında qiyamət günü sorğu-sual olunacaq. Ədalətli olmuşdursa Allahın kölgəsi altında olacaq. Zalim olmuşdursa günəşin istisindən əziyyət çəkəcək. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, ədalətli insanlar Allah yanında nur saçan minbərlərin üstündə duracaqlar. Sonra açıqlayır, kimlərdir onlar? Deyir ki, o kəslər ki, hökm verdikdə əhli əyalının və tabiçiliyində olanların barəsində ədalətlə hökm verirlər. Ədalətlə. Digər bir hədisdə də
Peyğəmbər sallallahu aleyhi və sələm buyur ki, iki sinif insan vardır ki, əgər onlar yaxşı olarsa, rəiyyət də yaxşı olar. Əgər onlar pis olarsa, rəiyyət də pis olar. Bunlar alimlərdir və rəhbərlər. Bu iki sinif insan yaxşı olarsa, hamı yaxşı olar. Və bir hədisdə də Peyğəmbər sallallahu aleyhi və sələm deyir ki, ən xeyirli rəhbərləriniz o kəslərdir ki, siz onları sevirsiniz, onlar da sizi sevirlər. Siz onlar üçün xeyir dua edirsiniz, onlar da sizin üçün xeyir dua edirlər. Ən pis rəhbərləriniz isə o kəslərdir ki, siz onlara nifrət edirsiniz, onlar da sizə nifrət edirlər. Siz onları lənətləyirsiniz, onlar da sizi lənətləyirlər. Böyük alimlər həmişə dua etdikdə rəhbərlər üçün də dua edərdilər ki, Allah onları islah etsin. Hər xütbədə, hər qunut dualarında rəhbərlər üçün dua edərdilər. Əhməd ibn Həmbə rahiməhullah deyir ki, mən bilsəydim ki, mənim bir duam qəbul olacaq, o qəbul olunan duanı rəhbər üçün edərdim. Diqqət edin. Demək, həqiqətən də rəiyyətin xoş güzaranı rəhbərliyin ədalətli olmasından asılıdır. İkinci sinif Rəbbinə ibadət etməklə böyüyüb, boya başa çatmış gənc. İbn Həcər bu hədisin şərhində deyir ki, cavan adamın şəhvəti və nəfsi istəkləri daha güclü olur. Nəinki qocanın. Demək, cavanlıqda əgər sən özünü zinadan, qumardan, içkidən və s. yaramaz işlərdən çəkindirirsənsə, nəfsinə qalib gəlirsənsə, qocanın savabından daha artıq savab qazanırsan. İnsan qocalıqda artıq şəhvət hissi onda ölüb gedir. Zinadan qorunmaq onun üçün asan olur. Cavan vaxtı onu edəndə isə daha çox savab qazanırsan. Və Peyğəmbər sallallahu aleyhi və səlləm hədislərin birində qiyamət günü sorğu-sualın xüsusilə cavana aid olduğunu vurğulayır. Deyir ki, qiyamət günü hər kəs 4 şey barəsində soruşulmayınca yerindən tərpənməyəcək. Yerindən tərpənməyəcək. Var dövləti barədə soruşulacaq ki, nəyə xərcləyib? Hardan qazanıb, hara xərcləyib? Ömrünü nəyə sərf edib? Nə əməllər edib və bir də gəncliyini necə keçirib? Baxın, bu əhəmiyyətli bir şeydir deyə ömrünü necə keçirib sözünü deyəndən sonra Peyğəmbər s.ə.v xüsusən gəncliyini necə keçirdiyini vurğulayır. Ömrün içində gəncliyi də aiddir, gəncliyi də ona daxildir. Lakin gəncliyi xüsusilə vurğulayır ki, gənc vaxtı insan daha çox iş görə bilər, daha çox yaxşılıq edə bilər, daha çox savab qazana bilər. Lakin əksər gənclər gəncliyini günah işlərə sərf edir. Günah işlər görməklə keçirir. Dünyada əksər gənclər. Çünki şeytan o vaxt insana daha tez yol tapır. Allah subhanahu teala da bizdən əvvəl yaşamış peyğəmbərlərdən bəzilərini bizə misal çəkir. Ki onlar gənc idilər və gəncliyində Allahın yolunda sabit idilər, möhkəm idilər. İbrahim aleyhissalamı misal çəkir bizə, peyğəmbərlərin atasını. İbrahim aleyhissalam müşrik qövmünün arasında tək mömin bir bəndə idi və gənc idi. Bütün bu müşriklər öz bayramlarını keçirmək üçün meşəyə getdikdə İbrahim aleyhissalam gəlir onların bütxanasına, bütlərin hamısını sındırır birindən başqa, ən böyük bütü saxlayıb, baltanı da asır bütün boynundan. Ki onlar geri qayıtdıqda onlara subut eləsin, onlara göstərsin ki, ay ağılsızlar, gör siz nəyə ibadət edirsiniz? Axı,
bunlar cansız, heç nəyə qadir olmayan əşyalardır. Lakin onlar inatkarcasına İbrahim Aleyhisselamı tutub üstünə bağlayıb, od qalayırlar ki, yandırıb öldürsünlər, cəzalandırsınlar. Bu vaxt onlardan bəziləri görünlər deyir. Soruşanda ki, bütlərimizi kim bu kökə salıb? Bəziləri deyir ki, İbrahim deyilən bir gənc onları pisləyirdi. Dikkat edirsiniz, Allah s.ə.v. xüsusən gənc sözünü burada vurğulayır. Gənclikdə insanın gücü daha çox olur. Həmçinin Allah s.ə.v. Quran-ı Kərimdə Yusuf Aleyhisselamı misal çəkir. O da gənc idi. Yusuf Aleyhisselama gözəlliyin yarısı verilmişdi. Zadəgan kişinin köləsi idi. Və kişi evdə olmadığı vaxt, xəbərsiz olduğu bir vaxtda onun qadını gəlir Yusuf Aleyhisselamın yanına. Meylini salır ona. Qapıları bağlayır və deyir, gəl yanına. Gəl mənimlə yaxınlıq et. O anda kim dözə bilərdi? Həm cavan, həm şəhvət hissi çox. Həm kölə deyə bilərdi ki, ağam mənə əmr edir. Neyiniyim? Zərurətdir, məcburam bunu edir. Lakin Yusuf Aleyhisselam onun əlindən canını qurtarmağa çalışır. Qadın hətta arxadan da onu əl atır. Arxadan onun köynəyini cırır. Ondan sonra qadınları yığır və qadınların yanında ona hədə qorxu da gəlir. Ki, əgər mənim dediyimi eləməsə, mənimlə yaxınlıq etməsə, onu zindana atdıracaqam. Yusuf Aleyhisselam bu sözləri eşidəndən sonra Allaha yalvarır ki, Allahım, mənim üçün zindan onların məni dəvət etdiyindən daha yaxşıdır, daha xeyirlidir. Allaha yalvarır ki, Allah onu zindana salsın, onların bu yaramaz, çirkin, iğrənc işinə, hiləsinə düşməsin. Sahabələr arasında İslamı ilk qəbul edən gənc kim idi? Əli ibn Əbi Talib radiyallahu anh 10 yaşında İslam dinini qəbul edir. Həmçinin İbn Abbas, İbn Ömər, İbn Zübeyir, Həsən, Hüseyin, Ənəs və digərləri radiyallahu anh. Bunlar hamısı cavanlığında İslamı qəbul edir. Və cavan ikən İslamı qəbul etmək, onu yaşamaq çox çətindir. Xüsusən də hər tərəfdə gənclər eyş işrətlə məşğul olduğu bir vaxtda, günah işlərlə məşğul olduğu bir vaxtda özünü qorumaq çox çətindir. Peyğəmbər sallallahu aleyhi və səlləm vaxtı ilə demişdir ki, vaxt gələcək İslam dinini yaşamaq, yanar közü əldə saxlamaq kimi çətin olacaq. Çətin. O çətinliyə dözməliyik. Üçüncü sinif insan qəlbi məscidlərə bağlı olan insanlardır, müminlərdir. Qəlbi məscidlərə bağlı olan deyəndə Peyğəmbər s.ə.v cəmaata nəzərdə tutur. Cəmaat. Bilirsiniz, cəmaatla qılınan namaz təklikdə qılınan namazdan 27 dəfə daha üstündür. Savabı daha artıqdır. Və cəmaatla bir yerdə olduqda yəqin bil ki, Allahın əli həqiqi mənada cəmaatın üzərində olur. Allah əlini kimin üzərinə qoyubsa, onlara heç kəs bata bilməz. Bata bilsəydi 15 əsr ərzində İslamı məhv etmək istəyənlər bir şey edə bilərdilər. Edə bilmədilər. Onların istəkləri olub, indi də var, sonra da olacaq ki, İslam dinini parçalasın, məhv edilsin. Lakin Allah s.ə.v. öz dinini qoruyur, öz nurunu hər tərəfə yayacaqdır. Ən böyük cəmaat sizcə harada olur? Ən böyük cəmaat ildə bir dəfə həcc ziyarətində olur. Allahın evinin ətrafında. Ən böyük cəmaat. Sonra ən böyük cəmaat olur bayram namazlarında. Diqqət edin, adi cəmaat namazı, cümə namazı qadınlara, uşaqlara, müsafirlərə vacib deyil. Lakin bayram namazı hamıya vacibdir. Hətta xəstə olan qadınlara belə Peyğəmbər s.ə.v əmr edirdi ki, onlar da gəlsinlər, namaz qılmasalar da kənardan dayanıb xeyirli sözləri dinləsinlər.
o Allah tərəfindən gələn xeyir, bərəkətə onlar da nail olsunlar. Ən böyük cəmaat bayram namazlarında olur. Sonra isə ən böyük cəmaat cümə namazıdır. Cümə namazının həm bayram namazlarından, həm də həc ziyarətindən üstünlüyü ondadır ki, bunlar ildə bir dəfə olur. Cümə namazı isə hər həftə olur. Demək, hər həftə həmin cəmaatla bir yerdə olursan, cəmaatla bir olursan. Cəmaatdan ayrılan kimsəni də Peyğəmbər s.ə.v sürüdən ayrılmış qoyuna bənzədir ki, canavar onu tez parçalayır. Cəmaatdan ayrılan kimsəni də şeytan tez yoldan çıxarır. Cümə namazı da elə bir namazdır ki, 3 dəfə səbəbsiz olaraq onu tərk edənin Allah s.ə.v qəlbini mühürləyir. Bəzən görürsən, bəzi adamlar deyir ki, namaz qılmasam da olar. Qəlbim təmizdir, bu mənə bəsdir. Sənin qəlbin necə təmiz ola bilər ki, 3 dəfə cüməyə getməmişsən, qəlbin artıq mühürlənib. Bu qəlbin nəyə təmiz ola bilər? Necə təmiz ola bilər? Və cümə namazına gedəndə də gedənlərin arasında fərq olur. Savab baxımından cümə namazına gedənlərin arasında fərq olur. Cümənin birinci saatında gedən bir dəvə, ikinci saatında gedən bir öküz, üçüncü saatında gedən bir qoç, dördüncü saatında gedən bir xoruz, beşinci saatında gedən bir yumurta Allah yolunda qurban vermiş olur, sədəqə vermiş olur. Bu saatların hansı birində geçsəniz, bu dediyim savablara nail olacaqsınız. Dördüncü, bir-birini Allah xatirinə sevən, onun yolunda birləşib, onun yolunda ayrılan 2 kişi. Buna qadınlar da aiddir. Buna qadınlar da aiddir. Allah s.ə.v. Quran-ı Kərimdə deyir ki, Muhammedur Rasulullah vəl-ləzine ma'hu əşiddəu aləl-kuffari ruhəməu bəynə. Məhəmməd Allahın elçisidir. Onunla bir yerdə olanlar, onunla bərabər olanlar kafirlərə qarşı çox sərt, öz aralarında bir-birlərinə qarşı isə mehribandırlar. Mehriban. Mehribansızlıqları onların o dərəcədə idi ki, tanımadıqları insanlar Məkkədən onların yanına hicrət etmişdi. Var dövlətinin yarısını verirdi ki, götür, qardaşımsan. 2 evi var idisə birini verirdi ki, götür, yaşa, qardaşımsan. O bilirdi ki, qiyamət günü Allah s.ə.v. onun əvəzini verəcək. Bəziləri də hətta özünün ehtiyacı olan bir şeyi verirdi ki, o daha ehtiyaclıdır. Peyğəmbər s.ə.v-in bir qonağı gəlir, hicrət edir Mədiniyə. Mədinə əhlindən Abu Talhə Əl-Ansari radiyallahu anh aparır onun öz evində qonaq saxlayır. Qonaq apardıqda fikirləşir ki, buna ancaq uşaqlar üçün saxladığı yeməyi verə bilər. Evdə ancaq uşaqlar üçün yemək var. Gətirir evinə, həyat yoldaşına deyir ki, yeməyi gətir, qoy ortalığa, lampanı söndür, uşaqlar da yemək istəsə onları yatızdır, aclıq yadlarından çıxsın. Qadın onun dediyini edir və Abu Talhə Əl-Ansari radiyallahu anh qonaqla bərabər əlini yeməyə uzadır, əlini qonağın əlinə vurur, çəkir, yeməkdən götürür. Qonaq elə başa düşsün ki, bu da onunla bərabər yeyir. Lakin onunla bərabər o yeməkdən yemir ki, hamısını yesin və doysun. Özü də, həyat yoldaşı da, uşaqlar da bizcə gecə səbr edir. Az yatırlar, bizcə gecə dözürlər. Qiyamətə qədər onları xatırladan ayə nazil olur. Həşr surəsinin 9-cu ayəsi. Allah s.ə.v. o ayəni nazil edir. İndiyə qədər də müminlər o ayəni oxuduqda həmin sahabəyə da düşür. Fikir verirsinizmi? Qardaşını Allah xatirinə sevəndə Allah s.ə.v. onun əvəzini necə verir? Və qardaşını Allah xatirinə sevən ona bildirməlidir ki, mən səni Allah xatirinə sevirəm. O zaman o da ona cavab olaraq deyəcək, mən də səni Allah xatirinə sevirəm. Və hər ikisini Allah s.ə.v. bu sevgiyə görə cənnətə daxil edəcək. Hər ikisini. Cənnətdə onları yüksək məqamda yerləşdirəcək. Əbu İdris Əl-Xavlani rahiməhullah rəvayət edir ki, mən Dəməşqdəki məscidə daxil oldum.
Və gördüm ki, cəmaat ağbəniz bir cavan oğlanın başına toplaşırlar. Ona müraciət edirlər. Ondan şəriət məsələləri barədə soruşurlar. Mən onun kim olduğunu soruşdum, dedilər ki, bu Muaz ibn Cəbəl radiyallahu anhıdır. Həmin gün ona yaxınlaşa bilmədim. Həddindən artıq çox cəmaat var idi ətrafında. Gözlədim ki, səhəri gün, səhər tezdən gəlim, onu tapım. Ona sözümü deyim. Ertəsi gün səhər tezdən məscidə getdim, düşünürdüm ki, gəlib onu gözləyəcəyəm. Gəlib gördüm ki, o məndən əvvəl gəlib. Gecə namazını qılır. Gözlədim, namazı qılıb qurtardı, yaxınlaşıb ona salam verdim və dedim ki, vallahi, mən səni Allah xatirinə çox sevirəm. Muaz ibn Cəbəl radiyallahu anh dedi, Allah xatirinə məni sevirsən? Dedim, bəli, vallahi səni Allah xatirinə sevirəm. Dedi, doğrudan mı Allah xatirinə sevirsən? Dedim, bəli, vallahi ki, mən səni Allah xatirinə sevirəm. Paltarımın ətəyindən tutub yanında otuzdurdu və dedi, sevin ki, mən Peyğəmbər sallallahu aleyhi və səlləmin belə bir hədis danışdığını eşitdim. Allah demişdir. Qudüs hədisdir. Peyğəmbər sallallahu aleyhi və səlləm Allahdan rəvayət edir. Allah demişdir. Mənim sevgimi yalnız və yalnız mənim xatirimə bir-birini sevənlər, mənim xatirimə bir yerə toplaşanlar, mənim xatirimə bir-birini ziyarət edənlər və mənim xatirimə yaxşılıq edənlər qazana bilər. Bir-birinizi sevəndə dünya malı xatirinə, vəzifə xatirinə deyil, Allah xatirinə sevin. Bir yerə toplaşanda hansısa dünyavi işi müzakirə etmək xatirinə deyil, Allah xatirinə yığışın, toplaşın. Və bu əsnada dünyavi işlərinizdə də görün. Bir-birinizi ziyarət etdikdə həmçinin Allah xatirinə ziyarət edin. Və bir-birinizi yaxşılıq etdikdə Allah xatirinə edin. Sahabələr üçün niyə Peyğəmbər sallallahu aleyhi və sələm deyir ki, mənim sahabələrimi söyləyin. Əgər sizlərdən biri Allah yolunda Uhud dağı boyda qızıl sədəqə versə, onlardan birisinin verdiyi sədəqənin bir ovuzuna, hətta yarım ovuzuna belə bərabər ola bilməz. Nə üçün bunu deyir? Ona görə ki, verilən sədəqənin ağırlığı, böyüklüyü, qiyməti, qədəri, əhəmiyyət kəsb eləmir. Baxır ki, sən onu necə verəcəksən? Allah xatirinə verəcəksən, yoxsa işin xatirinə? Sahabələr nə edirdilərsə, Allah xatirinə edirdilər. Ona görə Allah subhanət hələ onları tərifləyir. Quran-ı kərimdə deyir, Allah onlardan razıdır, onlar da Allahdan. Nəyə görə Allah onlardan razıdır? Ona görə ki, onlar yaxşılıq etdikdən sonra deyərdilər ki, Lə nuridu minkum cəzən və lə şəkura. Biz nə bunun əvəzini sizdən istəyirik, nə də buna görə sizdən təşəkkür gözləyirik. Sahabələr görün, ahirəti fikirləşirdi. Onları da bu cür kim tərbiyələndirmişdi? Məhəmməd sallallahu aleyhi və səlləm. Bütün bəşəriyyətin ən gözəl müəllimi. Məhəmməd sallallahu aleyhi və səlləm bir dəfə gətirir həyat yoldaşına bir qoç verir, bölür, verir, bunu paylar kasıblara. O da paylayır və bel hissəsindən bir qədər saxlayır. Peyğəmbər sallallahu aleyhi və səlləm evə qayıtdıqda deyir ki, nə oldu? Payladın mı? Ayşə radiyallahu anh deyir ki, bəli ya Resulullah, payladım. İkinci suala baxın, deyir ki, bizə nə qaldı? Ayşə radiyallahu anh çıxarır bel hissəsini, qoçun deyir, bizə bu qaldı. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir, xeyr, bizə o qaldı, payladığın. Bunu isə yiyəcək, həzm olub gedəcək. Fikirlər, subhanallah, gör, Rasulullah sallallahu aleyhi və səlləm həyat yoldaşlarının, sahabələrini necə tərbiyələndirirdi. Və bir hədisdə sahabələrə danışır, əvvəlki ümmətlərdən misal çəkir. Əvvəlki ümmətlərdə də yaxşı insanlar var idi. Xristiyanların, yahudilərin arasında o qədər yaxşı insanlar olub ki, cənnətdə onlarla inşallah, əgər oraya düşsək bir yerdə olacaq. Deyir ki, bir nəfər dostunu ziyarət etməyə gedir. Və Allah subhanətə alə onun yolunun üstünə insan qiyafəsində bir mələk göndərir. Mələk gəlir, deyir ki, hara gedirsən? Niyə gedirsən? Deyir ki, dostumu yanına gedirəm, ona baş çəkməyə, ziyarət edəm.
Deyir, ehtiyacın var ona, ya onun sənə verəcəyi mi var? Deyir, xeyr, heç bir ehtiyacım yoxdur. Allah xatirinə onu sevirəm, deyə gedirəm. Mələk deyir, mən Allahın sənin yanına göndərdiyi elçisiyəm. Gəlmişəm səni müjdələyəm ki, sən onu Allah xatirinə sevdiyin kimi Allah subhanahu teala da səni sevir. Qardaşını necə sevəcəksən, Allah da səni elə sevəcək. Nifrət edəcəksən, Allah subhanahu teala da səndən üz döndürəcək. 5-ci sinif insan Allahın kölgəsi altında olan gözəl və zadəgan bir qadın tərəfindən zinaya dəvət olunduqda mən Allahdan qorxuram deyib bu günah işdən çəkinən insanlardır. Bayaq Yusuf Aleyhisselamı sizə misal çəkdim. İndi sahabələrdən birini misal çəkəcəyim. Mərsəd adlı bir sahabə olur, müsəlmançılığı qəbul edir və zinanın haram olduğu barədə ayə nazil olduqdan sonra günlərin bir günü Mədinəyə adam apardıqda Mədinənin kənarında divarın dibində vaxtı ilə zina elədiyi bir qadınla rastlaşır. Ə'naq adlı bir qadınla, çox gözəl bir qadınla rastlaşır. Qadın onu görən kimi deyir, gedək bu gecə bizdə qal. Sahabə də gecə ilə müminləri daşıyırdı Mədinəyə ki, müşriklər, kafirlər görməsinlər, tutub onları öldürməsinlər. Mərsəd deyir ki, Allah zinanı haram etdi. Olmaz. Qadın haykü salır, cəmaatı yuxudan oyadır ki, ay cəmaat, Mərsəd sizin aranızda olan müsəlmanları Məkkədən Mədinəyə qaçırır. Mərsəd bir təhər öz canını qurtarıb qaçır. Gəlir, Mədinəyə çatanda nəfsi ona qalib gəlir. Gözəl qadın idi, həqiqətən də. Çox istədiyi bir qadın idi. Gəlir Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, ya Rasulullah, izin ver mən ə'naqla evlənim. Peyğəmbər sallallahu aleyhi ve sellem heç bir söz demir. Allah subhanahu teala ayə nazil edir. Zinakar kişi ancaq zinakar və müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar və ya müşrik bir kişiyə ərə gedə bilər. Möminlərə isə bu haram edilmişdir. Bu ayə nazil olandan sonra Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, onunla evlənmə. Fikir verirsiniz, sahabə ara, biz ara. Əgər sahabə dözə bilmədisə, biz necə özümüzə arxayın ola bilərik ki, qadınla tək bir yerdə qalsaq dözə biləcəyik. Odur ki, buna Allah s.ə.v. Quran-ı Kərimdə nə deyir? Deyir ki, lə təqrəbu zina. Zinaya yaxınlaşmayın. Yaxınlaşmayın. Şirvət demir, zina etməyin. Deyir, yaxınlaşmayın. Ona aparan yollar var. Naməhrəm qadınla danışmaq, naməhrəm qadınla təklikdə qalmaq, naməhrəm qadının əlindən tutmaq, öpmək, məclislərdə bir yerdə olmaq. Bütün bunların hamısı zinaya aparan yollardır. Yanında məhrəmi olmadan qadınla bir yerdə qalmaq olmaz. Bunu da Peyğəmbər sallallahu aleyhi ve sellem sahabələrə deyir. Çünki 2 nəfər qadın və kişi bir yerdə qalanda, üçüncüsü mütləq şeytan olur. Mütləq. 6-cı sinif insan sağ əli ilə verdiyi sədəqəni sol əlindən gizlədən kişi. Bura qadın da aiddir. Sədəqələr ya gizli şəkildə verilir, ya açıq şəkildə. Ya Allah üçün verilir, ya özünü göstərmək üçün. Riyakarlıqla. Riyakarlıqla verilirsə, bunun istər gizli, istər açıq şəkildə verilməsinin heç bir faydası yoxdur. Batil olub gedir, puç olub gedir. Allah üçün verilirsə, gizli şəkildə verilən sədəqə, açıq şəkildə verilən sədəqədən daha üstün olur. Yalnız istisnadır o hal ki, elə bir yer ola bilər ki, açıq şəkildə verməyin daha münasib olsun. Hamı sənə baxıb ibrət götürsün, onlar da bu xeyirxal işə qol qoysun. Bir dəstə sahabə, bir qövmdən gəlir, Peyğəmbər sallallahu aleyhi ve sellem yanına deyir, bizə kömək eləyin, ehtiyacımız var, Peyğəmbər sallallahu aleyhi ve sellem sahabələrə müraciət edir. Heç kəsdə də onların ehtiyacını ödəyəcək qədər var dövlət olmur. Lakin onların arasından bir nəfər qalxıb ayağa gəlir, Peyğəmbər sallallahu aleyhi ve sellemin qarşısına bir neçə dirhəm qoyur ki, mən bunu verə bilərəm.
Yerdə qalan sahabələr də ona baxır, gəlir, nə bacarırsa, nə imkanı çatırsa onu qoyur, bir müddətdən sonra Peyğəmbər s.ə.v-in qarşısında təpəcik əmələ gəlir. Verir onlara, deyir, götürün. Orada Peyğəmbər s.ə.v öz məşhur sözünü deyir. Deyir, mən sənnə fil İsləmi sünnətən həsənə fələhu əcruhə və əcru mən amilə bihə ilə yevmiddin. Kim yaxşı bir iş görərsə İslamda, onun savabı həmçinin ona əməl edənlərin savabından da eyni ilə savab ona çatar. Nə vaxta qədər? Qiyamətə qədər. Subhanallah, qiyamətə qədər. Təsəvvür edirsiniz? Allah s.ə.v. Quran-ı Kərimdə nə deyir? Deyir, sədəqələri aşkarda verirsinizsə, bu çox gözəl. Diqqət edin. Aşkarda sədəqə verirsənsə, bu çox gözəl. Gözəlliyin ən yuxarı dərəcəsini dedi Allah-u. Bu çox gözəl. Elə deyir? Sonra görün nə deyir? Əgər onu yoxsullara gizlində versəniz, bu sizin üçün daha yaxşı olar. Demək, o çox gözəldən də yaxşı olar. Fikir verirsiniz, subhanallah. Allahın ayələrinə baxın. Allah sizin bəzi günahlarınızdan keçər. Sədəqələr sizin günahınızdan keçəcək. Böyük günahlardan başqa, onun üçün tövbə lazımdır. Kiçik günahlar üçün isə Peyğəmbər s.ə.v deyir ki, pisliyin ardınca yaxşılıq et ki, o pisliyi silib aparsın. Yəni, Allah s.ə.v-nin mərhəmətidir ki, insan yaxşılıq etdikdə onu mələklər dərhal yazır. Əməl dəftərinə. Günah işlətdikdə, pislik etdikdə isə gündüz vaxt etmişsənsə gün batana qədər, gecə vaxt etmişsənsə gün çıxana qədər sənə möhlət verilir. Ardicə yaxşılıq etsən, tövbə etsən, o əməl sənin dəftərinə ləkə salmır. Əməl dəftərin təmiz qalır. Yaxşılıq edən insanlarla oturub duranda, birincisi, onlar kimi yaxşılıq etməyə can atırsan, çalışırsan. İkincisi də, əgər sənin imkanın yoxdursa, o yaxşı insanlar sənin özünə yaxşılıq edir. Pis insanlarla oturub duranda isə, əksinə onlar kimi pis olursan və onlardan heç vaxt xeyir görə bilməzsən. Allah rəhmət eləsin Nizam Gəncəviyə deyir ki, Allahın əmrinə sən qulaq atsan, bütün müşküllərin olacaq asan. Yaxşı adam ilə əhdini pozma, bəd xislət olanı dostluğa yazma. Bəd gövhər heç kəsə yaxşılıq etməz, naxələf olanlar düz yolla getməz. Dəyişməz əslini, əsli bəd olan heç zaman yaxşılıq görməzsən ondan. Çalışın, yaxşı insanlarla oturub durun, yaxşı insanlarla dostluq edin. Yaxşı insanlarla da bir yerdə cənnətə gedəcəksiniz. Elə bilirsiniz ki, iman gətirməyiniz sizə bəs edəcək. Xeyr, iman gətirdikdən sonra o qədər iman gətirdiyiniz o 60-dan çox imanın şöbələri var. Onlara əməl etməlisiniz ki, sizdə təqva əməli gəlsin. Elə bilirsiniz ki, təqvalı olmağınız bəs edəcək. Xeyr, istənilən an təqva da əldən gedə bilər, iman da. Bu ikisi sizdə olduğu halda cəmaatla bir yerdə olmalısınız. Cəmaatla deyiləndə yaxşı cəmaatla bir yerdə olmalısınız ki, imanınızı və təqvanızı qoruya biləsiniz. Allah s.ə.v. Quran-ı Kərimdə deyir ki, Yə əyyuhəl-ləzinə əmənun. İman gətirənlərə müraciət edir. İttəqullah. Allahdan qorxun. Deməli, elə iman gətirənlər var ki, Allahdan qorxunlar. Ey iman gətirənlər, Allahdan qorxun. Və kunu mə-sadiqin. Yə əyyuhəl-ləzinə əmənun ittəqullah və kunu mə-sadiqin. Ey iman gətirənlər, Allahdan qorxun və doğru danışanlarla, yaxşı insanlarla dostluq edin. Onlarla bir yerdə olun. Və nəhayət sonuncu, 7-ci, xəlvətə çəkilib Allahı yad etdikdən sonra gözləri yaşla dolan kişi. Həmçinin qadın da bura aiddir. Xəlvətə çəkilib. Cəmaat yanında ağlasan, ola bilər qəlbinə vəsvəsə gəlsin, riya gəlsin. Lakin xəlvətdə səni heç kəs görmür deyə doyunca Allah üçün ağlayırsan. Ağlayan gözlərə də qiyamət günü cəhənnəm odu toxunmaz. Allah s.ə.v. möminləri tərif edir Quran-ı Kərimdə deyir və yəxirrunə lil-əzqani yəbqun və yəziduhum xuşuə. Diqqət edin. Onlar üzü qoyulu düşüb ağlayırlar. Səzdədə Allahı yad edib ağlayırlar. Və bu ağlamaq, bu ayələr yada salındıqda onların itaətini,
qəlblərində olan Allah qorxusunu artırır. Peyğəmbər sallallahu aleyhi və səlləm Peyğəmbər olmağına baxmayaraq gecə namazını qılanda ağlayırdı. Ayşə radiyallahu anh deyir, bir dəfə gördüm Peyğəmbər sallallahu ayaq üstə o qədər ağladı namazda. Saqqalı, sinəsi göz yaşı oldu. Sonra namazı bitirdi, zikr elədi, yenə başladı ağlamağa. Artıq ayaqları göz yaşı oldu. Sonra yerinə uzandı, nəsə fikirləşdi, yenə başladı ağlamağa. Yatağı, yeri yaş oldu, göz yaşı. Dözə bilmədim, artıq sual verdim ki, ya Rasulullah, nə oldu sənə? Peyğəmbər s.ə.v deyir ki, bu gecə mənə ayələr nazil oldu. Bu ayə kəslərinin alına ki, o ayələri oxuyub ona əməl etmirlər. Ali-İmran surəsinin axırlarındadır. Ayədə Allah s.ə.v deyir ki, gecənin və gündüzün bir-birinə qarışmasında, yerin və göyün yaranmasında ağıl sahibləri üçün ibrətlər vardır. Sonraki ayədə ağıl sahiblərinin kimlər olduğunu görün, necə açıq ayır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir. Və deyirlər ki, ya Rəbb, bunları sən əbəs yerə yaratmamışsan. Bizi cəhənnəm əzabından qoru. Peyğəmbər sallallahu aleyhi və səlləm Allahın kəlamını işləndə çox təsirlənir. Ayə nazil olanda, başqasından ayələri dinləyəndə və hətta özü belə xahiş edirdi ki, sahabələrdən hərdən onun üçün Qurandan oxusunlar. Və günlərin bir gün Abdullah bin Məsud radiyallahu anh ilə rastlaşır və deyir ki, Qurandan biraz oxu, səni dinləyin. Abdullah bin Məsud radiyallahu anh başını aşağı salır ki, ya Rasulullah, mən kiməm? Nə karəyəm ki, sənin qarşında Quran oxuyum. Quran sənə nazil olur. Peyğəmbər sallallahu aleyhi və sələm deyir ki, mən istəyirəm sən oxuyasan. Başqasından dinləməyi çox sevirəm. Oxu. Abdullah bin Məsud radiyallahu anh oxuyur, Nisa surəsindən gəlir, çatır. Bu ayəyə Allah s.ə.v. ayədə deyir, o keyfə izə ci'nə min kulli ümmətin bi şəhidin və ci'nə bikə alə həuləyi şəhidən. Biz hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də onlara şahid gətirəcəyimiz zaman onların halı, sənin halın necə olacaq? Yəni, Peyğəmbər s.ə.v-in üstünlüyünü göstərir ki, hər ümmətə öz içərilərindən bir Peyğəmbər şahid gələcək. Məhəmməd s.ə.v isə onlara şahid gətiriləcək. Bu ayəni oxuyandan sonra Peyğəmbər s.ə.v Abdullah ibn Məsud radiyallahu anh deyir ki, dayan. Bəs. Abdullah ibn Məsud baş aşağı oxuyurdu Quranı. Sahabənin ədəbi idi. Peyğəmbərin qarşısında baş aşağı idi. Bir başımı qaldırdım, gördüm Rasulullah s.ə.v ağlayır. Yadına saldı ki, qiyamət günü onun belə bir məqamı olacaq, belə bir fəziləti olacaq, belə bir üstünlüyü olacaq. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm sahabələrə tez-tez cənnət və cəhənnəmi, axirəti, qəbr əzabını, qəbirdə olan neymətləri xatırladardı. Və onlar istər cəhənnəmi xatırlayanda, istər cənnəti xatırlayanda ağlayardılar. Ya sevincindən, ya da qorxusundan. Onlar Allaha həm qorxu, həm ümid içində ibadət edərdilər. Və günlərin bir günü Peyğəmbər sallallahu aleyhi və səlləm xütbədə onlara heç nə xatırlatmır. Və deyir ki, əgər mən bildiyimi siz bilsəydiniz, az gülüb, çox ağlayardınız. Sahabələr artıq dərhal başa düşür. Artıq onların gözündə canlanır ki, Peyğəmbər sallallahu aleyhi və səlləm nələri deyir. Və hamısı başlarını aşağı salıb, paltarının ətəyinin üzünə çəkib ağlamağa başlayır. Hamısı. Təsəvvür edirsinizmi? Onlar artıq dərk edirdilər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm nəyi bilir? Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm hərdən bir sahabələri müjdələyərdi, xatırladardı onlara. Onlar da yəni bu xatırlatma onları ağladardı. Onlara çox təsir edərdi. Qəribə bir hədisdir. Peyğəmbər sallallahu aleyhi və səlləm günlərin bir günü gəlib Ubey ibn Kəb radiyallahu anh'ın yanına deyir, ey Ubey, Allah mənə əmr etdi ki, mən sənə
Bəyyinə surəsini oxuyun. Hansı birimiz Übey radiyallahu anh yerində olsaydıq, bəlkə də deyərdik, fikirləşərdik ki, Peyğəmbər sallallahu aleyhi və səlləm xüsusən bu surəni mənim üçün oxuyur, mənə öyrənir və mən də bunu başqalarına öyrədəcəm. Lakin Übey ibn Kəb radiyallahu anh başqa şey düşünür. Başqa bir sual verir Peyğəmbər sallallahu aleyhi və səlləm. Deyir ki, ya Rasulullah, səni and verirəm Allaha, de görün, doğrudan mı Allah subhanahu wa ta'ala mənim adımı çəkdi? Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, bəli. O dedi ki, bu surəni get, Übey ibn Kəbə oxu. Radiyallahu anhum başlayır ağlamağa. Sevincindən ki, Allah subhanahu wa ta'ala onu adı ilə çağırdı. Və iki hadisəni də sizə danışmaq istəyərəm sahabələrdən. O sahabələr ki, ölümünə yaxın keçmiş günlərini xatırlayıb ağlayırlar. Onlardan biri Abdullah ibn Amr ibn al-As radiyallahu anhudur. Ölümündən qabaq mümin qardaşlar onu ziyarət etməyə gəlir. Gəlib görürlər ki, üzünü divara çevirib ağlayır. Gəlirlər ki, onu sakitləşdirsinlər. Deyirlər ki, bəs narahat olma, sakit ol, ölüm haqdır, hamıya gəlir. Baxar bunların üzünə deyir, siz elə bilirsiniz, mən ölümdən qorxub ağlayıram. Xeyr, mən ölümə ömrü boyu hazır olmuşam. Ömrü boyu bu günüm üçün hazırlıq görmüşəm, mən ondan qorxmuram. Allahdan başqa heç kəsdən qorxmuram. Mənə ağladan başqa şeydir. Peyğəmbər sallallahu aleyhi və sələmin bir sözüdür. O bizə deyirdi ki, indi mənim yanımda necəsinizsə, imanınız necədirsə, öləndə də elə olur. Ölənə qədər elə olur. İndi qorxuram ki, dünyadan elə köçüb getmirəm. Gör, bunu kim deyir? Subhanallah. Abdullah ibn Amr ibn al-As radiyallahu anhu, Allahın razı qaldığı sahabə. Peyğəmbər sallallahu aleyhi və sələmin vəfatından sonra möminlər üçün çoxlu və dövlət qənimətlər, imperiyaların qənimətləri onlara gəldi. Və onların bir ismi zəiflədi. Abdullah ibn Amr ibn al-As radiyallahu anhu da düşünür ki, bəlkə bu da onlar kimidir. Bəlkə o da zəifləmişdir. Ona görə ağlayır. Həmçinin Abdurrahman ibn Avf radiyallahu anh, bu da çox zəngin sahabə idi. Çox varlı sahabə idi. Ölümündən qabaq hər dəfə buna yemək gətirirlər, yeyir. Bir dəfə də yenə yemək gətirəndə çox çeşiddə yeməklər gətirirlər. Bu yeməklərin çox olduğuna baxır, naz-nimətlərə baxır və başlayır ağlamağa. Qəribədir, hə? Yeməyə baxıb ağlayasan. Görəsən onun yadına nə düşür ki, o ağlayır? Deyirlər, ey Abdurrahman, niyə ağlayırsan? Deyir, yadıma bir qardaşını düşdü. Musab ibn Ümeyr radiyallahu anh. O çox zəngin, çox varlı sahabə idi. Ata-anası xəbər tutduqda ki, bu müsəlman olub, onu evdən qovdular. Hətta onu öldürmək qərarına gəldi. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm ona əmr etdi ki, Həbəşistana hicrət etsin. Həbəşistana hicrət etdi və bir daha Məkkəyə qayıtmadı. Mədinəyə Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına hicrət etdi. Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gəldi və 2 ildən sonra Uhud döyüşündə şəhid oldu. Şəhid olduqda bunun əynində ancaq bir də izarı var idi. Göbəkdən dizə qədər övrət yerini bağlayan bir örtük. Kəfən tapılmadı ki, onu kəfənləsinlər. O izarla onun yuxarı hissəsini bağlayırdılar, ayaqları açıq qalırdı. Ayaqlarını ötürdülər, başı açıq qalırdı. Nəhayət, üzünü izarla, ayaqlarını da otla örtüb, onu bastırdılar. O şəhid oldu, şəhid. Onlara belə naz-nimətlər nəsib olmadı. Mən də qorxuram ki,
Bu nemətlər bizə ancaq bu dünyada verilir. Gör, bu nəyi düşünür? Gör, kim? Sahabə, Abdurrahman ibn Avf radiyallahu anh, gör nəyi düşünür? Və başladı ağlamağa, yeməkdən də imtina elədi, yeyə bilmədi. Necə ola bilər insan qarşısında naz nemətlər olsun və kasıbları düşünməsin? Necə ola bilər? Sizə bir misal çəkim, bu sizin heç vaxt yadınızdan çıxmayacaq, həmişə bu yadınıza düşəcək və həmişə mənə elə gəlir ki, yaxşı işlər görməyə can atacaqsınız. Qurbanlıq bayramında 100-ə yaxın qurban kəsib onu hər birini 4 hissəyə bölüb kasıblara payladı. Qardaş deyir, bir dul qadına, mömin bacıya aparıb ətdən verdikdə bir 5-6 kilo ət. Yanında 2-3 körpəsi var idi, 4-5 yaşında. Yaxınlaşdılar anasının yanına, dedilər, ana, bu nədir? Subhanallah, o yaşa çatıb ət görməyib. Ya, qoy o azğınlar ki, öz var dövlətlərini günah işlərə xərcləyir, pis işlərə xərcləyir. Belələrini fikirləşsinlər, belələrinə kömək etsinlər. Allahdan da istəyim budur ki, Allah subhanətə alə belələrini, möminləri özündən başqa heç kəsə möhtac eləməsin. Allah rəhmət eləsin Nizami Gəncəviyə. Bir daha onun bir gözəl şeirini sizə oxuyacağım. Deyir ki, gecələr, gündüzlər, hər axşam səhər, qəlbimdə, dilimdə bir sənsən əzbər. Yuxuya getməzdən əvvəl hər gecə mübarək adını çəkərəm öncə. Gecələr yuxudan qalxanca başım, anaram sənin hey axar göz yaşım. Sənə üç çevirirəm hər səhər erkən, gecə də, gündüz də pənahım sənsən. Hər zaman köməyə çağırıram səni, qapından ümidsiz qaytarma məni. Ey Allah, dərdimə sən eylə əlac, bu möhtac kəslərə olmayın möhtac. Allah subhanahu alədən də istəyim budur ki, Allah Teala bizi qiyamət günü öz kölgəsi altında sığınacaq versin. Bu yaxşı işlər görən insanlardan etsin və nə qədər ehtiyaclı mümin qardaş və bacılarımız varsa onlara kömək olsun, azğınlıqda olan insanlara da hidayət versin. Subhanəkallahumma və bihəmdik, əşhədu ən la iləhə illə əntə, əstəğfiruka və etûbu ileyk.